Bir də Leyla xanım çox qəşəng mövzuya toxundunuz. Baxın, məndə bir dənə situasiya özümdən danışım. Bugün demək olur məndən danışırıq belə deyim. Buyurun, bəli, siz bariz nümunəsizsiniz mənim proqramımın. Deməli, baxın, bu uzun müddətdir mən Aytən xanımdan bu gedir də, mübarizə gedir ki, necə eləyə bilərik də, yəni variantlar axtarırdıq hər dəfə. Amma bilirsiniz, kör-körənədə nəsə gəlib insanlara mən danışmaq istəmirəm ki, falan şey belə oldu, 1 kilo verdim, sonra 5 kilo artırdım, yox, söhbəti yox. Aytən xanım bir gün evdə idi, həmin vaxtda çox belə psixoloji şeyləri keçirdim özümdə, bu keçid dövründə mən keçirəm onu. Özüm İrada xanım da çox sağ olsun, çox kömək elədi bu mövzuda bizə. Onu keçdim. Keçəndən sonra Aytən xanım bir də evdən çıxanda mənə şəkilimi çəkdi, görüldü göndərdi mənə. Yolda gedirdim, belə baxdım. Belə baxıram, mənəm bu. O mənim şuur altımda qalıb ki, mən həmin o belə yaxşı atletik bədənə malik Fuadam. Yəni o dəyişməmişəm mən. İnsan beyni çox maraqlıdır çünki. Amma onu görəndə inansız dedim, yox. Dəyişmişəm mən, Fuad, getdi o. Bu da əslində nə ilə bağlıdır? Xilas eləmək lazımdır, o 45 milyonluq bədəni qaytarmaq lazımdır. İnsan beyni çox maraqlıdır, görmək istədiyini o formada görür və qəbul edir. Siz özünüzü kilolu görmək sizə sərf etmirdi, belə loru dildə desək. Çünki yeməkdən zövq alırsınız, istirahət etməkdən zövq alırsınız. Siz özünüzü aynada kilolu görsəniz nə olacaq? Bu konfor zonasından çıxmalı olacaqsınız. Ona görə də siz özünüzü o formada keçmiş Fuad bəy kimi görməyə davam edirdiniz. İstəmirdiniz o kilolu halınızı görəsiz, amma onunla nə yaxşı ki, Aytən xanım sayəsində üzləşmişsiniz və sonra da yolumuz kəsişib, belə gözəl yenidən uğur qazanmışsınız. Mən sizi illər öncə görmüşdüm, o zaman artıq çəkiniz yox idi elə də, amma son dönəm gördükdə onda da var idi, amma ondan sonra daha çox artdı. Bəli. Siz mənə göndərdiyiniz rasionda heç belə deyim də, orada yumurta yox idi. Çünki yumurta sizə olmazdı. Halbuki amma mən belə sevən idim, yumurtanı çox yedim. Ola bilər sevən amma idiniz, amma sizin orqanizminizə yumurta çox zidd həmin qidadır. vaxtda olmazdı. Yumurta sağlam qidadır. Yumurta qida rasionumuzda olmazsa olmazdır. Amma hər kəs üçün müdür bu? Xeyr. Çünki hər zaman deyirəm, orqanizmlər fərqlidir. Hər bir orqanizm özü özlüyündə bir hekayədir. Ona uyğun formada yanaşmaq, onun arzuladığı qidaları göndərmək lazımdır. Onun hüceyrələrini qidalandırmaq lazımdır. Psixologiyasını təmin etmək lazımdır ki, düzgün, gözəl nəticə əldə edəsiniz. Və əsas məsələ də nəticəni əldə etmək deyil, onun qalıcı formaya gətirməkdir. Məsələ burada sadəcə arıqlamaq deyil. Ona görə düzgün formada arıqlamalısınız ki, bu sizə bir dəfəlik qalıcı olsun. Siz artıq hər daim bu çəkinizi qoruyub saxlaya biləcəksiniz. Açığı deyim, qoruyub saxlamağınız üçün də hər hansı bir iş görməyinizə əlavə ehtiyac yoxdur. Çünki artıq siz orqanizminizi tanıyacaq və ona uyğun davranacaq, onun istədiyi vərdişləri həyatınızda mənimsəyəcəksiniz və ömür boyu hər daim günü-gündən daha da sağlam olacaqsınız. Yəni biz adətən mən belə deyirəm, yaşlanmamaq lazımdır, yaş almaq lazımdır sadəcə. Biz öz orqanizmimizi tanısaq, biz yaşlanmayacağıq. Biz sadəcə yaş alacağıq. Yaşımızın üzərinə yaş gələcək. Düzgün formada, sağlam şəkildə bədəninizin tələb etdiyi texnikaları, bədənin tələb etdiyi qidaları ona düzgün formada göndərdikdə, mən bu demək deyil ki, şokolad istəyir, bütün günü şokolad yeyin. Xeyr, şokolad istəyirsə maqni çatışmazlığı var. Onu təmin etmək lazımdır. Bu misal üçün çörək istəyir bəzi orqanizmlər, bütün günü çörək yesin demirəm. Çünki bədənin bunu tələb edir. Axı dediniz ki, bədən nə tələb edirsə onu verin, o zaman sağlam olacaqsınız, fit olacaqsınız və s. Xeyr, bədənimiz bəzən fast food kimi, çörək kimi, ümumilikdə çörək də zərərli deyil. Amma bəzi insanlara həqiqətən sözün əsl mənasında olmaz və qida rasionundan çıxarılmalıdır ki, uğurlu və qalıcı nəticə əldə olunsun. Çünki bəzi insanlarda ciddi şəkildə gluten intoleranslığı olur. Gluten intoleransı olan birinin də bağırsağında bu çörək çox ciddi fəsadlar törədir. Ümumilikdə bunu qəbul etdikdə, sonra da faydalı bir qida qəbul etdikdə artıq o çörək, o faydalı qidadan gələn vitamin, mineralın mənimsənilməsinin qarşısını alır. Nəticədə siz daha çox karbohidrat almış olursunuz, zülal əskikliyi yaşamış olursunuz və günü-gündən
kilo artır, psixologiyanız mənfiyə doğru gedir. Siz özünüzü çox bərbad, halsız hiss edirsiniz. Hormonal balansınız pozulur. Artıq bu zamanda mütləq şəkildə düzgün sizin orqanizminizi, həyat tərzinizi nəzərə alan bir mütəxəssisə yaxınlaşmalısınız ki, sizə kömək etsin. Əks halda diyeta niyə insanları pəhrizə salır? Əslində diyeta, proqram özünə qulluqdur, özünə baxmaqdır. O zaman mənfi təsir edir ki, həyatınıza siz yanlış pəhriz edirsiniz. Doğru, düzgün, orqanizmə uyğun edilmiş pəhriz heç vaxt sizə mənfi təsir etməyəcək və siz özünüzü bir divar arasında hiss etməyəcəksiniz. Mən bu çərçivədən çıxa bilmərəm, mütləq şəkildə bunu yeməliyəm kimi hissi bağışlamayacaq. Bəzi pasiyentlər olur ki, qeyd edirlər ki, artıq mən bezmişəm menyu ilə qidalanmaqdan. Məni arıqladın, amma menyu verməyin. Bəli, bunu istəyənlər də olur. Bunu mən nə üçün? Özünü sıxılmış kimi hiss edir. Onu elə bir sanki bir çərçivəyə salsan. Ancaq bu zamanda çox gözəl, uğurlu nəticəmiz olur. Çünki mən hər zaman deyirəm, orqanizmə uyğun proqram verirəm insanlara. Bu zamanda bir fərd gəlir və bunu istəyir ki, məni arıqlad, amma menyusuz. Mən çünki illərlə pəhriz saxlamışam, menyulara əməl etmişəm. Heç bir o verilən menyulardan, dırnaq arası diyetoloqların verdiyi menyulardan çıxmamışam və nəticə əldə var 0. Amma siz qorxuram ki, mənə siz də menyu verərsiniz, qramlarla qidalandırarsınız, mən yenə nəticəsiz qalaram. Çünki çəki vermək həqiqətən insanın özünə olan inamı da bərpa edir. Verə bilmədikdə insanın özü özünün gözündən düşür ki, sən bunu da bacarmadın. Vəbşə sən nəyə lazımsan? Bu kimi özünə baxmağa başlayır. Ona görə o qədər buradan həmkarlarıma da səslənirəm, dönə-dönə ciddi yanaşaq bu mövzuya. Çünki buradan maddiyyət gütsək əgər, insanları sağlamlığından edəcəyik. Ancaq burada vicdanən yanaşsaq, həm maddiyyatımızı pul olaraq da qazanc əldə eləyəcəyik. Qarşımıza gələn, bizə inanan pasiyentin də çox gözəl köməkçisi olacağıq. Bu yolda doğru yol göstərən yolçusu olacağıq. Yəni bunu bu formada seçmək əslində ikinci variant çətindir. Amma edilməli olandır. Yəni işi düzgün formada etmək budur. Amma təəssüf ki, insanlarımız, yenə deyirəm, öz dəyərli bədəninə az dəyər verdikləri üçün nəticəsiz qalırlar. Menyusuz arıqlatmaq dedikdə o da mümkündür təbii ki. İnsan menyu istəmirsə, mən ona deyə bilmərəm ki, yox, mümkün deyil, mütləq şəkildə bu qramlarla bunları mütləq yeməlisən ki, sən nəticə əldə edəsən. Xeyr, onun da bir altında yatan səbəb var. O səbəbi tapmalıyıq ki, bu insan niyə menyu istəmir? Daha sonrasında ona düzgün formada, onun tələb etdiyi şəkildə, amma mənim ona uyğun gördüyüm qidalarla qidalandıraraq, nəfəs texnikaları, əlavə qeyd etdiyim texnikalarda ona verərək çox gözəl nəticə əldə edə bilirik. Nəticədə nə oldu? Pasientlər artıq menyusuz arıqlamağa başlayıblar. Ailə.